Bismillahirrahmanirrahim. Və salatu və selamu alə mən lə nəbiyə ba'dahu. Amadan xoş gəlmişsiniz. Təşəkkür edirəm. Allah sizdən razı olsun. Sizdən. İnşallah bu günləri bir mövzu, zikr etmək istəyirəm, xatırlatmaq istəyirəm. Bizim Rəbbimiz, həlim Rəbdir. Dərhal qulların cəzalandırmır. Qullar asi edirlər, Allaha qarşı çıxırlar. Amma Allah Azza və Cəllə həlim ismi ilə onları dərhal cəzalandırmır, onlara möhlət verir. Özünüz də görürsünüz, bizim cəmiyyətdə nə qədər asiliklər var, nə qədər günahlar var, insanlar Allahdan nə qədər uzaqlaşıblar. Həqiqətən də bu azğınlığa rəğmən, bu asiliyə rəğmən Allah Azza və Cəllə həlim ismi ilə bunlarla müamilə edir. Və bilirsiniz ki, Allah Azza və Cəllə quluna möhlət verir. Möhlət verir ki, onlar geri dönsünlər, günahlarından geri dönsünlər, zalimliklarından geri dönsünlər. Amma yenə də dönmürlər, amma Allah da cəzalandırmır. Həlim ismi ilə onlarla müamilə edir. Amid müəllim, nə üçün Allah Azza və Cəllə qulların dərhal cəzalandırmır? Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Sallallahu ala nebiyyina Muhammedin və alə alihi və ashabihi əcma'in, əmmə ba'd. Allah razı olsun, mən də öz növbəmdə təşəkkür edirəm. Allah sizdən razı olsun, Allah sizə bərəkət versin. Nə kimi xeyirlər varsa Allah Teala sizlərə nəsib etsin. Əslində siz danışanda, Coşqun müəllim, həqiqətən ağlımdan bir neçə məsələlər keçdi Allah haqqında. Ümumiyyətlə insanlar, subhanallah, nə xoş o insanların halına ki, onlar öz Rəblərini tanıyırlar. Allah Teala bizlərə nəsib etsin, bütün müsəlmanlara da. Allah Subhanahu wa Teala kəramət sahibidir. Allah yerlərin və göylərin sahibidir. Allah Subhanahu wa Teala ölüdən diri, diridən ölü çıxarır. Gecəni gündüzə qatır, gündüzü gecəyə qatır. Bunu müqəddimək üçün danışıram, bir müqəddim olaraq. Sizin məsələ haqqında inşallah ki, danışacağım Allahın izi ilə. Allah kainatın sahibidir. Vallahi. İbn-i Qayyim rahimehullah, bilirsiniz, İslam alimlərindən, daha alimlərdən biri idi. Deyir ki, insanlar kaş ki bir anlıq deyir, düşünəydilər ki, və yaxud biləydilər ki, Allahın onlara qarşı gizlidə olan yaxşılıqlarını. Aşkarda yox, gizlidə. Allah nə cür nə yaxşılıqlar edir gizlidə insana. Deyir ki, bu fərəkdən deyir, insanların deyir, ürək partlayar deyir. Subhanallah. Bu sevincdən deyir, insanların ürəklər partlayar ki, Rəbbimiz bizə qarşı nə qədər əzəmətlidir. Nə qədər bizə qarşı əzəmətlidir. Nə qədər bizə qarşı rəhimli, mərhəmətlidir. Gizlidə olan yaxşılıqlardır bunlar. Bizim heç onlardan xəbərimiz yoxdur. Həmişə biz vaxtı danışırıq. Təkrar olsun, həm özüm üçün, həm də dinləyənlər üçün. Misal üçün biz, üzr istəyirəm dinləyicilərdən də, sizdən də bir valideyn kimi, bir ata kimi evimizdən çıxırıq, gedirik. Bəzən uşaqlar qalır evdə. Adamın qəlbində narahatçılıqlar olur ki, o uşaq əlini qazoz odar, nə bilim tokoz odar, filan şey olar, filan şey olar. Orada nəylər baş verir, heç oradan xəbərimiz yoxdur evdə. Qısa bir misaldır əslində. Amma Allah Subhanahu Teala orada o qədər şeylər ola bilər ki, onların heç biri olmur. Bunları kim edir? Allah Subhanahu Teala. Ona görə bizim üzərimizə və bütün müsəlmanların üzərinə vacib olan odur ki, biz Allahı tanıyaq. Sizinlə Allah sizdən razı olsun buyurduğunuz kimi, bu mövzu həqiqətən mühüm mövzulardandır. Hansı mövzu? İnsanlara qarşı Allahın rəhimli olması, həlim olması. Allah Subhanahu Teala dərhal cəzalandırmaması. Üstəlik də onları nədir? Ruzuləndirməsi, onlara evlad verməsi, onlara yemək verməsi, içmək verməsi, hava verməsi. Allah nə qədər yaxşılıqlar edir insanlara. Siz də mövzunun önündə buyurduğunuz kimi, yəni insanların günahlarına rəğmən, baxmayaraq Allah Teala nədir? Başlarından tökür. Allah Arhamar Rahimindir, Subhanahu Teala. Allah insanlara qarşı çox yaxın, çox mərhəmətli, çox rəhimlidir. Və Allah Subhanahu Teala Quran-ı Kərimdə bir ayə var, elə siz də buyurduğunuz kimi o günahlar haqqında. Həqiqətən bu ayəni fikirləşəndə insana çoxlu məsələlər açılır. Gəlin bu ayəti təfəkkür edək, tədəbbür edək. Uca Rəbbimiz yer gəlmişkən buyurur ki, Əfələ yətədəbbərunəl Qur'anə əm alə qulubin əqfəluhə. Onlar deyir, Quranı tədəbbür etmirlərmi, təfəkkür etmirlərmi? Yoxsa qəlblərində deyir, qıfıl mı var, Allah qorusun. Hansı ayəni tədəbbür etmək istəyirəm? Sizinlə bərabər Uca Rəbbimiz Rum surəsinin 41-ci ayəsində buyurur ki,
Zahara'l fesadu fil berri vel bahr bima kasabat aydin nas. Liyuziqahum ba'dallazi amilu la'allahum yarciun. Ayətə fikir verin. Buyurur ki, Rəbbimiz quruda və suda pozuntular baş verdi. Quruda və suda. Fikir verin bura. Bu birinci cümlə. Niyə görə? Bimə kəsəbət əydin nəs. İnsanların əlləri ilə qazandığı günahlara görə. Subhanallah. Siz deməyin bunlar, bu baş verənlər, biz insanların özümüzdəndir. Biz insanların əllərimizlə qazandığımız günahlara görədir. Yaxşı, ey Rəbbimiz, Subhanahu wa Ta'ala, bunu bu cürə etdin, biz günahlar etmişik. Bizə dönmək üçün, qayıtmaq üçün rəhmətə fikir verin. Bu rəhmət heç yerdən gələ bilməz vallahi ki. Bu ancaq Allahdan qullarına qarşı gələn rəhmətdir. Niyə görə bu cürə edir? Özür istəyirəm. İkinci məsələ, birincini götürdük. Quruda və suda pozuntu baş verdi. Niyə görə bu baş vermişdi? İnsanların əlləri ilə qazandığı günahlara görə. لِيُذِيقَهُمْ بَعْضَ الَّذِي عَمِلُوا. İnsanlara bəzi şeylər daddırır Allah-u Teala. Etdiklərinin müqabilində, etdiklərinin bəzi. Ba'dallezi, ba'd nə demək? Biraz. Siz düşünün ki, insanların etdiklərinin müqabilində Allah da onlara cəza versəydi, yer üzündə bir nəfər qalmazdı. Allahu Akbar, məhv olardı insanlar. لِيُذِيقَهُمْ بَعْضَ الَّذِي عَمِلُوا. Niyə görə? لَعَلَّهُمْ يَرْجِعُونَ. Bəlkə qaydalar. Yenə Allah sizə qayıtsınlar insanlar. Rəhmətə fikir verirsiniz, həlimliyə fikir verirsiniz. Allah Subhanahu taala istəyir ki, insanlar ona qayıtsınlar. Dinə qayıtsınlar, imana qayıtsınlar. İnsanlar asiliklər etməsinlər, günah etməsinlər. Subhanallah, bu bizim əzəmətli, kəramətli, mərhəmətli Rəbbimiz. Subhanahu taala. Biz insanlara bu cürə edir. Ki, nədir? Biz insanlar Allaha qayıdaq. Ona görə biz Allah haqqında elm öyrənməliyik. Allahı tanımalıyıq. Və Allah Subhanahu taala bayaqlar dediyimiz kimi nədir? İnsanlara möhlət verir. 1 il, 2 il, 3 il, 4 il. Heç bir yerdə göstərən şey deyil. Yəni bir var insanların nəzəriyyəsi, bir də var Allahın Subhanahu taala nəzəriyyəsi. Bunlar fərqli məsələlər düzdür. Yəni insanlara görə valideynlər uşaqlar nəsə səhv eləyirlər. Danlayırlar, yəni onları cəzalandırırlar, düzdür. İş yerlərində müdirlər necə eləyirlər? Danlayırlar, cəzalandırırlar, bəlkə pullarını kəsirlər, düzdür. Məktəbdə müəllimlər. Bunlar hamısı bu cür nədir? İnsanların nəzəriyyəsinə görə. Yaxşı, Allah da bu cür nədir? Həşə. Subhanahu taala. Baxın, bütün günahlar, xatalar, səhvlər, nə qədər Allaha qarşı asiliklər olur, Allaha akbar. Nə qədər ən böyük asiliklərdən, ən böyük günahlardan insanlar Allaha qarşı ortaq qoşurlar. Allaha ortaq qoşurlar. Hansı ki Allah Subhanahu taala onları xəlq edib, necə idi orada müəlliflərdən, alimlərdən biri buyurur ki, "Allaha xalaqana və razaqana və lem yetrukna hamalan." Allah Teala bizi xəlq edib və ruzulandırır və bizi başlı başına buraxmayıb. Bizi nədir? Başlı başına buraxmayıb. Yəni bu Allaha qarşı, bu cürə həlim olan Allaha qarşı, bu cürə kəramət sahibi olan Allaha qarşı, bu cürə bizə qarşı rəhimli və mərhəmətli Allaha qarşı yaraşarmı ki, biz günahlar edək, Allah qorusun. Ona görə nədir? İnsan Allahı tanımadıqca bu addımları atır, Allah qorusun. Lakin bunların hamısına baxmayaraq yenə Allah Teala insanlara rəhm eləyir. Yəni bizim Rəbbimiz yəni həlim Rəbbdir. Bəli. Həqiqətən rəhimdir, lətifdir. Elhamdülillah. Qullarının etdiyi əmələ qarşı Allah Azza və Cəllə səbirlidir. Bəli. Səbr edir, möhlət verir. Yəni baxırsan ki, bu həqiqətən bu qədər üsyanın qarşısında Allah Azza və Cəllə onları cəzalandırmır. Necə ki bir hədisdə gəlir, Peyğəmbərimiz sallallahu əleyhi və səlləm səhih bir hədisdə yəni buyurur ki, Allah deyir, zalıma zülmünə möhlət verər. Zülm edər, zalim zülm edər, ona möhlət verər. O zülmündən qayıtmasa, Allah onu yaxalayar. Allah qulun yaxalayanda ona qaçış yoxdur, qurtuluş yoxdur. Allah əgər bir qulun zülm üzərində, günah üzərində, müəyyən bir müddətdən sonra, möhlət verdikdən sonra yaxalayırsa, o qula qaçış yolu yoxdur, qurtuluş yolu yoxdur. Allah qorusun. Çünki Allah sənə nə qədər belə deyək, möhlət verdi, nə qədər vaxt verdi, nə qədər haqqa çağırdı, nə qədər səninlə gözəl müamilə elədi və səni dərhal cəzalandırmadı. Və qeyd etdiyimiz kimi bu dünyada yəni, normal qaydalara görə insan günah edərkən dərhal cəzalanır. Bəli. Əgər dərhal cəzalanmasa, rəhm edilsə, onlara qarşı lütf edilsə, görərsən ki, bəlkə də çox, yəni belə deyək də, daha da çox günah edərlər. Amma aləmlər Rəbb olan Allah yəni rəhm olduğuna görə, lətif olduğuna görə, həlim olduğuna görə qulların dərhal cəzalandırmır. Onlara möhlət verir. Sonra Amid müəllim həmçinin də
Allah Azze ve Celle yəni bu belə deyək, bunların tövbələrini də qəbul edir. Necə ki, məşhur bir hədisdə Peyğəmbərimiz sallallahu əleyhi və səlləm buyurur ki, Allah gecə əlini açır ki, gündüz günah edənlərin tövbəsini qəbul etsin. Gündüz əlini açır ki, gecə Subhanallah. günah edənlərin tövbəsini qəbul etsin. Allah qullarının bağışlanmasını istəyir. İstəyir ki, onları bağışlasın. Bəli. Tövbə qapısı da Amid müəllim açıq qoyub. Ölənə qədər açıq qoyub sənə tövbə qapısını. Bunu kim edər? Allahdan başqa kim edər? Heç. Ölənə qədər tövbə qapısı sənin üzünə açıqdır. Həqiqətən də Amid müəllim, Allahın bizim üzərimizə bu böyük bir fəzilətidir, böyük bir yəni əzəmətli bir minnətidir bizə. Vallahi. Həqiqətən, bəli. Tövbə Allahın bizə əzəmətli bir minnətidir. Yetər ki, insan Allaha dönsün, Allaha tövbə etsin. Siz, Allah sizdən razı olsun, siz danışarkən yadıma da düşdü. Yəni, hətta insanın günahları, necə ki, hədisdə, ilahi hədisdə keçir ki, Adəm evladı, sənin günahların səmalara çatsa belə, yetər ki, sən nədir? Bir dəfə tövbə ilə mənə gəl. Subhanallah, insan 60 il, 70 il, 80 il, 90 il günah edir. Amma sonda nədir? Allaha tövbə edir, səmimi qəlblə. Səmimi qəlblə Allaha tövbə edir, ixlasla və o günahlara dönməmək şərti ilə. Allah Subhanahu taala neyini bağışlayır. Hətta Allahın fəzilətindəndir ki, rəhmətindəndir ki, o günahları istədiyinə rəhmətə, savaba çevirir. O 60 illik günahları Allah istədiyinə neyini, onu əvəz edir nəylə? Yaxşılıqlarla. Allahu akbar. Allah heç kim belə eləyəməz vallahi ki. Və hətta ata oğla belə şey eləməz. 60 il, 70 il zarafat deyil. İnsan gecə gündüz Allaha nədir? Qarşı günah edib. Yadıma bir ayət düşdü. Necə ki, Uca Rəbbimiz buyurur ki: "Vəllezine izə fa'alu fahişatan aw zalamu anfusahum zekarullah." O kəslər ki, bir fuhuş görərsə və yaxud öz nəfslərinə zülm edərsə, Allahı xatırlayarlar. Allahu akbar. Zekarullaha fəstəğfəru li zunubihim. Allahı xatırladıqdan sonra günahlarına görə Allahdan bağışlanma diləyərlər. Və men yaghfiru zunube illallah. Subhanallah, Allahın sual verməyinə fikir versəniz, Allahu akbar. Allahdan başqa günahları kim bağışlaya bilər? Hey, hara gedirsən get. Bu günlər insanlar təəssüflər olsun ki, başqa yerlərə üz tuturlar. Başqa insanların yanına, başqa qəbirlərə, pirlərə Allah qorusun. Güyam ki, gedirlər orada günahlarının bağışlanması üçün nədir? Güyam ki, o insanlara üz tuturlar. Allah qorusun. Bu müsibətdir. Mövzuya dönürəm. Allah Teala buyurur ki: "Və men yaghfiru zunube illallah və lem yusirru ala ma fa'alu və hum ya'lemun." Bir şərtlə onlar etdikləri günahları üzərində israrla dayanmasınlar. İsrar etməsin, Allah qorusun. Amma yetər ki, insan neynəsin? Günahlar etsə də belə, səhvlər olsa da belə, yenə Allah Teala başqa ayədə buyurur ki: "Ey Muhammed sallallahu əleyhi və səlləm, özlərinə qarşı həddini aşmış qullarına de ki, Allahın rəhmətindən ümidlərini üzməsinlər. İnnallaha yaghfiru zunube cemi'a." Allah bütün günahları bağışlayandır. İnnehu vel gafur rahim. Allahu akbar. O bağışlayandır. Gafurdur subhanahu teala, rəhmətlidir. Yəni bağışlayandır, rəhmədəndir. Fikir versiniz, innallaha yaghfiru zunube cemi'a nə deməkdir? Allah bütün günahları bağışlayır. Allah bütün günahları bağışlayır. Yer gəlmişkən burada bir fayda yadıma düşdü. Belə deyəndə bəzi insanlar bunu düzgün, yəni belə deyək də fəhm etmirlər. Burada məsələ nədir? Allah bütün günahları bağışlayar. O məqama kimi ki, insan yer üzündə yaşayır, canı üstündədir, Allaha tövbə edir. Amma Allah qorusun, insan bu dünyadan, Allah bizləri qorusun, şirk üzərində ölərsə, bu dünyadan köçərsə, bu ayət onlara aid deyil. Çünki Uca Rəbbimiz Ən-Nisa surəsindəki yerdə bu ayəti təkrar qeyd edir ki: "İnnallaha la yaghfiru an yushraka bihi və yaghfiru ma dun zalika limen yasha." Allah ona şərik qoşanı Allah əsla bağışlamaz. Bundan başqa günahları istədiyinə nədir? Bağışlayar. Deməli, insan Allah qorusun şirk üzərində bilərəkdən bilirsə, orada da məsələlər bəz fərqlidir. Köçərsə bu dünyada Allah qorusun, onun üçün bağışlama yoxdur. Lakin o insan ki, madam ki bu həyatda yaşayır, canı üzərindədir, ruhu bədəndən çıxmıyor, o zaman nədir? Allaha tövbə edərsə Allah onu bağışlayar. Allahu aləm. Həqiqətən, yəni Allah bizə ümid verib. Ümid verib ki, ey qullarım, Allahdan ümidinizi üzməyin. Lə təqnətu min rəhmətillah. Allah deyir, məndən ümidinizi üzməyin. Allahu akbar. Bu, yəni bizim üçün böyük bir xəbərdarlıqdır. Hətta qeyd etdiyiniz hədisdə, günahlarınız səmaya çatsa belə, Bəli, subhanallah. Yer dolusu qədər günah etsəz belə, ən qəddar insan olsanız belə, ən belə deyək, əzlaf insan olsanız belə, nə qədər günah edirsiniz edin, Allah deyir ki, məndən ümidinizi üzməyin.
bir dənə tövbə edin. Bir dənə bağışlanma diləyin. İstiğfar edin. Mənə qayıdın. Mənə qayıdın ki, mən də sizi bağışlayım. Üzrxahlıq eləyin. Allah bizdən, insanlardan üzrxahlıq istəyir. Etdiyimiz səhvlərə görə. Bəli. Rəbbimiz görün bizə qarşı nə qədər belə lətif müamilə eləyir, gözəl rifqlə, yumuşaq müamilə eləyir ki, ey qullarım, hətta o qapı var, o qapı. O qapını ölüm sizin boğazınızı çatana qədər saxlayacağam. Artıq insan o gözləri bəhərlə qalanda, ölüm mələyini gördükdə artıq tövbə qapısı bağlanır da insanda. Ölüm ayağında belə Allah o tövbə qapısını sənin üzünə açır. Bir də qiyamətə qədər açıq qalacaq. Tövbə qapısı hər zaman açıqdır. Allah Quran-ı Kərimdə aləmlərin Rəbbi olan Allah. Bax, aləmlərin Rəbbi. Göyün, yerin, günəşin, ayın, ulduzların saysaq vaxtımız çox olar. Yer üzərində olan bitkilər, ağaclar, çaylar, dənizlər, insanlar, hətta ağıllı insanlar, o peyğəmbərlər, ən izzətli kişilər, hansı şərəfli kişilər olublar, onları yoxdan xəlq edən Allah Quran-ı Kərimdə nə deyir? Buyurur ki, ya eyyuhəl-ləzinə əmənu tubu ilallahi tövbətən nasuhə. Allahu akbar. Ey iman gətirənlər, Allaha səmimi tövbə edin. Allah bizi tövbəyə çağırır. Allah bizi tövbəyə çağırır. Yəni tövbə nədir Amid müəllim? Günahdan geri qayıtmağa çağırır. Geri qayıdın, etməyin belə. Allahdan hara qaçırsınız? Hara gedirsiniz? Şeytan sizi azdırır, uzaqlaşdırır məndən. Allah bizə nəsihət edir, tövsiyə verir və həqiqətən Allah Həlim ismi ilə Amid müəllim bizi dərhal cəzalandırmır. Həlim olduğu üçün bizi dərhal cəzalandırmır. Bəli. Həlim olduğu üçün tövbə qapısını bizim üzümüzə açıq saxlayıb. Həmçinin Amid müəllim Allah Azza və Cəllə Həlim günahlarımızı da örtür. Subhanallah. Bu haqda da bir danışın zəhmət olmasa. Yəni insan bilsə ki, fikirləşsə ki, misal üçün bir anlıqda desə ki, misal üçün mən günah etsəm, gizlində olanda günah. Hansı ki onu biz gizlidə olanda, aşağıda olanda Allah bilir. Allah tənəsinə qaçılmaz. Bir anlıq fikirləşsə ki, mənim günahlarımı insanlar biləcəklər. O insanın halı necə olar? Subhanallah. O insanın halı necə olar? Heç kim istəməz onun səhvini bilsinlər. Bizdən öncəki ümmətlər nədir? Bu cür nə idi? İnsanların qapılarının ağzından yazılırdı günahları. Etdiyi günahlar, misal üçün gündüz hansısa bazarda günah eləyib, axşam bir anda görür qapısının ağzında yazılıb ki, filan kəs bazarda filan günah eləyib. Buna cəza olaraq, üqub olaraq Allahdan. Lakin Allah Subhanahu bizə örtür, subhanallah. Bunu bizə bağışlayır. Üstəlik də ən təəccüblüsü arasıdır. Allahu Akbar. Qiyamət günü Allah Teala o qulunu çağıracaq, deyəcək ki, ey qulum, dünyada olarkən sənə örtdüm o günahları. Sənin o səhvlərini, günahlarını, xatalarını. İstəyirsənmi ki, sənin üçün bu dünyada asım, axirət günü insanlar arasında? Əlbəttə ki, istəməz. Deyəcək, yox, ya Rab, istəmərəm. Deyəcək ki, narahat olma, burada da öpürəm sənin üçün. Allahu Akbar. Allah Ar-Rahman Rahimdir, vallahi ki. Bəli. Çox təsirli məqamdır Amid müəllim o. Yəni Allahın qarşısına çıxacaqsan. Subhanallah. Tərcümən olmayacaq. Bəli. Allah sənə bu dünyada etdiyin günahları xatırladacaq. Xatırladacaq. Bir anlıq lent kimi gəlib gözünün qabağına gedəcəmsən. Hamısında boynu alacaqsan. Deyəcəksən, bəli etdim, ya Rab, bəli etdim. Allah deyəcək, etdim. Qul hətta zənn edəcək ki, həlak oldu. Həlak oldu, məhv oldu. Vay halıma, getdim mən. Allah deyəcək ki, ey qulum, dünyadaykən bu günahları gizlətdim sənin üçün. Örtdüm. İstəsəydim, açardım, biabır olardın. Ətrafında bir adam qalmazdı. Örtdüm dünyada sənə. Sonra nə deyir? Və deyir, indi bağışlayıram səni. Subhanallah. Allahu Akbar. Bağışlayıram deyirsən. Allahu Akbar. Allah bizə bağışlasın. Bir Rəbdən, bir də Rahimdən, Məlikdən uzaq olmaq olar. Heç siz də buyurdunuz ki, Allah sizdən razı olsun. Heç yaraşarmı ki, Allahla yanaşı insan kiməsə dua etsin, kiməsə qurban kəssin, kiməsə nəzir versin. Allahu Akbar. Bəğlə mövzunun önündə onu demək istəyirdi ki, yəni insan Allahı tanıdıqca nədir? Onun qəlbində bir nur olur. Elhamdülillah, nur parlaq bir nur olur ki, bu Allahın belə deyək, insanın qəlbinə verdiyi bir nurdur. İnsan Allahı tanıdıqda. Və həmçinin insan bunları bilmək üçün, Coşqun müəllim, Allah sizdən razı olsun, bilmək üçün ki, Allah rəhimlidir, mərhəmətlidir, lətifdir, qullarına qarşı lətifdir, həlimdir. Və bəs yaxşı, bizim üzərimizə düşən nədir? Bu da maraqlı bir mövzu, elə deyilmi? Biz də Allaha ibadət etməyimiz. Yəni, o cür bizə bayaq saydıqlarımız hamısı, bu Allahın sifəti idi insanlara qarşı.
Bizim də üzərimizə düşən odur ki, Allah haqqında elm öyrənək, Rəbbimizi tanıyaq, Rəbbimizə dua edək, Rəbbimizə nəzir verək, Rəbbimiz üçün qurban kəsək, Rəbbimizə dua edək. Yəni nə olsa bütün məsələləri hamısını Allaha qaytaraq. Bu elə Allahın haqqıdır. Allah bizləri sabit etsin. Amma deməli, həmçində həlim olan Allah bəzən qullarına nemət artırır. Günah edirlər qullar. Neməti artırır ki, bəlkə utanalar, xəcalət çəkələr. Subhanallah. Allaha qaydalar. Həlim hətta sənin, belə deyək də, yaşayışını rahatlaşdırır. Ev istəyirsən, ev verir. Mini istəyirsən, mini verir. Sağlamlıq istəyirsən, sağlamlıq verir. İş istəyirsən, iş verir. Hər şey sənə verir. Nemətləri sənin üzərində çoxaldır. Bəlkə bir utanasan, Allaha qaydasan. Yadıma bir ayət düşdü. Allah Quran-ı Kərimdə buyurur ki, Allah sizə sevdiklərinizi verdikdən sonra ona asi oldunuz. Allah sizə sevdiklərinizi verdi, ona asi oldunuz. Allah razı olsun. Coşqun müəllim, yəni bir mənada siz ailə istəyirdiniz, ailəni sevirdiniz, Allah sizə ailə verdi. Uşaqlar həsrətinizdə Allah sizə uşaqlar verdi. Maşın istəyirdiniz, maşın verdi. Ev istəyirdiniz, ev verdi. Bundan da sonra subhanallah. Yəni bundan da sonra Allah asi olur. Yəni heç bir yaraşarmı Allah akbar. Ona görə Allah bizləri sabit eləsin. Allah Subhanahu taala bütün cəmaatımıza hidayət versin. Həqiqətən Allah Subhanahu taala haqqa yönəlməyi müvəffəq etsin bütün insanları. Allah Subhanahu taala bizlərin günahlarımızı bağışlasın. Amin. Mən sonda bir şey demək istəyirəm. Buyurun. Yəni həqiqətən bizim el arasında bir söz var. Ölüm gözlə qaş arasındadır. Ölüm həqiqətən də elədir. Ani bir anda ölüm bizə yaxınlaşa bilər, ölüm bizə gələ bilər. Bizə verilən möhlət dola bilər, zaman bitə bilər. Təqribən bir həftə ərzində mənim yaşadığım məkanda balaca bir, yəni belə deyək də, qəsəbədir də, yəni bir kənddir bura. Təqribən 2-3 adam dünyasını dəyişib. Yaşları da 50-54 arasıdır. Və bunların yəni ölüm səbəbinə baxıram. Sağlam insan olublar. Sağlam, heç bir xəstəlikdən şikayət eləməyiblər. Ani həyətdə oturduqları yerdə ürəkləri tutub, yəni ölüblər. Bir yer gəzdiyi yerdə, küçədə gəzdiyi yerdə ölüb. Yəni qəlbləri tutur, ürəkləri tutur, ölür. Yəni ölüm insana çox yaxındır. Hətta bəzən insan səbəbsiz də ölür. Yəni insan çox zaman səbəblə ölür də. Xəstələnir və yaxud hansısa bir qəza keçirir, hansısa bir hadisə olur, ölür. Bugünkü günlərdə baxırıq ki, əksər insanlar səbəbsiz ölürlər. Ya yatırlar, durmurlar, ya otururlar, yəni qalxa bilmirlər. Yəni ölüm həqiqətən insana çox yaxındır. Və bu nə qədər bizim millətimiz, xalqımız gözəl xalqdır, gözəl cəmaatdır. Bizim xalqımızda rəhmət var, mehribandılar. Yəni qonaqpərvərdirlər, bir-birlərini sevirlər. Həqiqətən biz xarici ölkələrdə olmuşuq, xalqları görmüşük. Bizim xalqda üstün keyfiyyətlər həddindən artıq çoxdur. Bir də bu Allaha biraz yönəlsələr, biraz belə deyək də, Allahı tanısalar, həqiqi tanısalar, doğrudan tanısalar, yəni Allah mənim Rəbbimdir deyib vəssalam qurtardı, yox. Allahın isimlərini bir tanısalar, bir Allahla tanış olsalar biraz, daha gözəl olar, daha da gözəlləşərlər, daha yaxşı olar. Və belə deyək də, biz, hansı ki biz insanları İslama dəvət edirik də, İslam da Allahın dinidir. İnnə din, indəllahil-İslam. Allah yanında həqiqi din, yəni İslam dinidir. Və biz insanları İslama dəvət edirik və bəzi insanlar bizim bu dəvətə qarşısına çıxırlar ki, siz dəvət edirsiniz, falan oldu. Yəni biz onlara anlatmaq istəyirik ki, biz onlardan deyilik. Biz insanları Allahın səhih kitabına, Quran-ı Kərimə dəvət edirik. Sadəcə gedin oxuyun deyirik. Gedin Quranı oxuyun. Bizi dinləsəz də, dinləməsəz də biz sizdən heç bir şey istəmirik. Gedin Allahın kitabını oxuyun. Gedin Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin səhih, yəni uydurma, Peyğəmbərə nisbət olunan bəzi uydurma hədislər var. Onları yox, səhih hədisləri oxuyun. Yəni haqqı görün, Rəbbinizi tanıyın, Peyğəmbərinizi tanıyın. O kişi kimdir, o öndər kimdir, o dahi insan kimdir? Onu bir tanıyın. Nə qədər belə deyək də insanlar var ki, deyirsən Aristotel durub Aristotelin həyatını danışır sənə. Deyirsən Platonun həyatını danışır sənə. Hansısa bir şeiri deyirsən, inan ki, mən adam tanıyıram ki, təqribən Ahmet müəllim, belə deyək, 300 şeir əzbər bilir. 300 şeir əzbər bilir. Şeirlərin də bəndləri, qardaş, bəlkə də hərəsi bir 30 bəndli, 20 bəndli şeirlərdir. 300-ə yaxın şeir bilir. Bütün belə deyək də Füzulinin qəzəllərini bilir. Çətin qəzəllərdir. Nəsiminin qəzəllərini bilir. Amma Fatihə surəsini bilmir. Qardaş, sən nə qədər nankör insansan?
Dəhşətli bir şeydir bu həqiqətən də. Əslində Coşqun sözünü kəsmək istəməzdim, Allah sizdən razı olsun. Yadımdan da düşdü. Bir neçə gün bundan öncə bizim tanışlardan olan bir nəfərlə danışıram. O ibadət əhli deyil. Allah hidayət versin. Allah ona da haqqı gözəl şəkildə göstərsin. Mən ona Allah haqqında danışdım. Bəyağı mövzumuz da budur. İnsanlara Allahı tanıtırmaq. Deyəndə ki, bəs sən bilirsənmi, yəni Allah Teala bizi nə cür xəlq eləyib? Bu biraz fikrə getdi. Və bir neçə məsələlər ona elə bilin ki, bizim də bildiyimiz, hamının bildiyi, tibbin də sübut etdiyi məsələlərlə ona danışandan sonra gördüm çox təsirləndi həqiqətən. Çox təsirləndi, dedi ki, heç vaxt bunları fikirləşməmişdim. Yəni insanlar heç özlərini də bəzən olur ki, fikirləşmirlər. Yəni misal üçün yadıma gəlir bizim bir müəllimlərdən biri universitetdə Zümər surəsinin 6-cı ayəsi var. Bildiyiniz kimi Allah Teala insanın ana bətnində olan mərhələlər var, 3 mərhələ. Hansı ki, qaranlıq zindan, hansı ki, qaranlıq mərhələlər onlar. Onlar haqqında danışanda və o müəllim də bunu tibblə əlaqələndirirdi. Mən də yadımda qalanları bu yoldaşa danışandan sonra həqiqətən heç fikirləşməmişdim ki, belə bir şeydə proseslər baş verir. Özü bu prosesləri keçib insan olaraq. Yəni insan özü bu prosesləri ana bətn, biz hamımız ana bətndə olmuşuq, düzü. Bunları keçib amma ağlına gəlmir. Danışandan sonra mən deyirəm ki, bəs bunları kim edir hamısı? Deyir, həqiqətən Allah deyir. Deyirəm, heç yaxşı bundan sonra Allahdan başqasına yönəlmək olar mı? Deyir, həqiqətən deyir, olmaz deyir. Yəni insanlara, siz də buyurduğunuz kimi, Coşqun mənim, gözəl şəkildə insanlara Allahı tanıtmaq lazımdır. Allaha çağırmaq lazımdır ki, əslində Allah da özünə çağırır insanları. Yəni, sizə də başarısı olmasın. Deməli, insanın ana bətnində olan prosesləri qısa olaraq, insan, bilirsiniz, insanın yaradılışı nə cürlə yaradılır, çox dərinə getmirəm. Hansı ki, ətlərlə sümüklərin bir-birinə qarışması, sonra o qarışmadan hazır olandan sonra, təbiri doğrudursa, bir xəmir yoğururlar. Xəmir yoğurulandan sonra xəmir hazır olur. Allah Teala bu cür nə bəs edir kitabında? İnsanın ana bətnində bu cür nə olur? Laxtalanmış qan və mudğa şəklində çeynənilmiş, belə, sanki belə deyək də, o plastirindən nəyiləsə düzəltmirlərmi? Mudğa. Belə bir vəziyyətdə olur. Belə deyək ki, yəni, qadınlar xəmir yoğurur, həmin o yoğurulmuş xəmirdən, deyək ki, xəngəl də pişirirlər, bundan şirniyyat da pişirəcəklər, fəsəli də pişirəcəklər, bir neçə şey pişirə bilirlər, düzü. Yoğurulmuş bu xəmirdən, bu mudğadan Allah Subhanahu nə edir? Orada insanı xəlq edir. Subhanallah. Orada insanı xəlq edir. Gözlər, qaşlar, burun, saçlar. Laqad xalaqnal insana fi ahsani taqvim. Allah Teala buyurur ki, biz insanı ən gözəl biçimdə xəlq etdik. Və ana bətnindən çıxanda kamil şəkildə, heç bir naqisliyə yol vermədən. Subhanahu wa ta'ala. Və insan nədir? Bu dünyaya gəlir. İndi o müəllim nə deyirdi? Mən də bu müəllimin danışdıqlarını, o professorun danışdıqlarını bu yoldaşa danışıram. Deyir ki, yaxşı, ana bətnində nə cür qidalanırdı? Bir şlank vasitəsilə. Tibb də bunu sübut edir, deyilmi? Dünyaya gələn kimi, və harda olurdu? Nəyin içində yaşayırdı? Suyun içərisində. 9 ay bu uşaq ana bətnində suyun içərisində qalır. Sual. Uşaq dünyaya gələn kimi, həmin o xəstəxanada, orada bir vanna, nə bilim, hansısa bir vedra su olsa, bir vedra su olsa, o uşağı ana bətnindən çıxandan sonra dərhal, o uşağı o vannanın içində atsalar, ölər orada yoxsa qalar? Dərhal öləcək, boğulub öləcək. Sual, bəs 9 ay ana bətnində suyun içində necə qalırdı? Onu kim idarə eləyirdi? Allah. Başqa bir məsələ. 9 ay nə cürlə qidalanırdı? Allah onu qidalandırır, düzdür. Bilirsiniz, tibb də bunu sübut eləyir. Uşaq dünyaya gələndə 2 gün, 3 gün, yəni tibb alimlər daha çox deyirlər. Bəlkə bəziləri 1 həftə deyil, 10 gün deyirlər. Uşağın gözləri görmür, qulağı da eşitmir, düzdür. Yaxşı, bu ana bətnindən çıxan kimi o uşağa kim əmr edir ki, sənin ananın sinəsində sənin üçün ruzu hazırlamışam? Subhanallah. Bu əmrləri kim eləyir? Allah. Deməli, bizi idarə edən kisikliyimizdən. Üstəlik də nədir? Bundan da daha təəccüblüsü nədir? Üzr istəyirəm. Uşaq dünyaya gəlir. Hər bir dünyaya gələn uşaq üçün Allah 2 dənə xadiməçi hazırlayır onun üçün. Kimlərdir onlar sizdə? Biri ata, biri ana. Ata çölün xadiməçisidir, ana da evin. Elə deyilmi? Ata bütün gün səhərdən axşama çöldə. Uşaqlar sürüz dağına gedir. 24 saat. Qadın da uşağın pərvanə kimi arxasını çevirir. Başına fırlanır. Ayşə oraya getmə, Ayşə buraya getmə. Bunlar xidmətçidir həqiqətən.
Sadəcə biz bunları o qədər görmüşük. Yəni göz o qədər görüb ki, adət vərdiş eləmişik. Amma biraz dərindən fikirləşəndə bunlar xidmətçilərdir, valideynlər. Ta o uşaq nədir? Böyür boya başa çatana kimi. Subhanallah. Sonra Allah Teala onu yavaş-yavaş böyüdür. Allah Teala ona qüvvət verir, güc verir. Nədir? O həyatda yaşayır. Bunlar hamısı Allahın yaxşılıqlarıdır vallahi ki. Biz də insanları Coşqun müəllim buyurduğu kimi insanları elə buna çağırırıq ki, Rəbbinizi tanıyın. O kəramət sahibi, hansı ki sizi yoxdan xəlq eləyən. Bir vaxtlar siz yox idiniz. Biz vaxtlar biz yox idik, bizi yoxdan xəlq etmişdi. Allahdan dilərəm ki, Allah Teala eşitdiklərimizi bizim üçün faydalı etsin. Çox sağ olun müəllim. Allah sizdən razı olsun. Sizdən də. Siz sağ olun. Allah sizdən razı olsun. Bu qədər. Subhanallah və bihamdik. Əşhədu en la ilahe illə ente estağfiruke və etûbü